Cengiz Pəhlivan. Buradan Meksikaya agronlu salamlar olsun. Allah seni var eləsin. Allah səndən həmişə ruzu bərəkət yetsin. Mərdim azardan uzaq eləsin. Getmişsən orada Azərbaycanın bayrağını qaldırırsan. Azərbaycanın adını ucaldırsan. Səni istəməyənlər elə bir insanlardır ki, paxıllıq çəkənlərdir. Ki, bugünkü gündə sənin hərəkətini eləyə bilməyənlər. Amma qıraqdan baxıram ki, baxıram ki, mən Lənkəranın Kobra Pərvizə video çəkmişəm. Qayıdıb orada artıq əsik danışmışam. Prosto biraz qatıqlamasın, o qatığı çarxalamasın, ayranı içməsin, yaxşı oğlansan. Hörmətimiz var sizə. Mən buradan durub Elmiri tərifləmişəm. Birinci səni tərifləmişdim. Sonra Elmiri tərifləmişəm. Sən başlamısan orada ağzıma gələn danışmağa ki, bəs ağzın pampres oxşayır filan bəhmən. Bu sözü deyəndə insan bir oturub fikirləşər, bir ölçər bilsə ki, kimə nə söz deyir. Mən burada səni tərifləyirəm, sən gəlib ağzıma gələn məni danışsan. Ayıbdır. Bir elli, bir Azərbaycanlıyıq. Sən Göyçaylısan, mən Aksuluyam. Vallahi ayıbdır. Elmiri də tərifləmək lazımdır. Səni kimi Azərbaycanda 50 dənə pəhlivan var. 50'sini bir hamısının adını deyə tərifləmək lazımdır. Sən daş qaldırırsan, nə çəkirsən? Elmir bir işlə məşğuldur. Elmir də başqa hərəkət pəhlivanlıq eləyir. Amma durub, sir beynin çaşsa da, qaçsa da, uçsa da, sən o beynivin nə çıxanları göydə tutmalısan ki, başın ağrımasın. Bir məsəl var. Kimisə söymə, kimsə səni söyməsin deyir. Söymə mənim nökər dədəmi, söyməyib sənin şah dədəmi. Bir-birimizə hörmət eləyək. 50 Azərbaycanlıyıq. Allah hamını qorusun. Bütün pəhlivanlar Allah var eləsin ki, Azərbaycanı təmsil edirlər. Azərbaycanın bayrağını qaldıran idmançılarımıza can sağlığı, uzun ömür verir deyirəm. Yəni, baxıram sən videolar var, artıq əski millətlə də danışanda düzdür. Üzdən iraqlar həyatda çoxdur. Çalış, sən də məhkum o üzdən iraqlara baş qoşma. Üzdən iraqdır. Özündən muğyət ol. Hər şey gəldi gedərdi.